Yar mende yar senden ay canan yar mende yar senden. Çox sağ ol Yaşar, var olasan, sənin ifanına doymaq olmur. Mən düşünürəm ki, bizim ölkəmizin yeritdiyi humanitar siyasət çevrəsində, o strateji irəliləyişdə sənin özünə məxsus yerin olacaq. Niyə? Çünki Kəlbəcərimizdə aşıq mərkəzi yaradılır, prezidentimiz göstəriş veribdir, Kəlbəcərə qaydanda aşıq mərkəzimiz bizi qarşılayacaq və sən də bizi qarşılayacaqsan. Bu ahvaları orada böyük məktəblər yaradacaq. O məktəblərin içərisində Ustad Yaşar Məhərrəmov, Yaşar Kəlbəcərli təqdim eləyəcək, yeni nəsillərə öyrədəcək və xalqımız da eşidəcək. O mənada bizim qarşıdan gələn uğurlu günlərimizdə, yəni Kəlbəcərli günlərimizdə sənin sazının, sözünün də özünə məxsus yeri olacaq. Və bütün hallarda səni canlı bir xəzinə olaraq, sənət xəzinəsi olaraq da Aşıqlar Birliyi də, Mədəniyyət Nazirliyi də öz diqqətində saxlamalıdır. Mən bugün Azərbaycan televiziyasına ayrıca təşəkkür edirəm ki, Yaşara ilk dəfə olaraq bu imkanı verdi. Onun sinəsində bu cür havalar onlarladır. Və bu havaların qorunması, saxlanılması, Qızıl Fondu daxil olması olduqca əhəmiyyətlidir. Çox var olasan. Təşəkkür edirəm. Təşəkkür edirəm Məhərrəm müəllim, var olun.